Ermənistandadır. Sülh istəyirsə, bu iki şərti qəbul etsin. Bugünə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb. 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan tərəfi üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bugünə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu sözləri Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Walter Steinmeierlə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı əlavə edib. İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqilliyi aktına istinad var. O, konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var. Və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalamaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər Ermənistan doğrudan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir. Zəngəzur dəhlizinin açılması Əsədovdan açıqlama. Azərbaycanın baş naziri Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Liu Jianchao'nun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüş zamanı baş nazir tərəfindən Orta dəhlizin bütövlükdə Avrasiya, o cümlədən Cənubi Qafqaz ölkələri üçün əhəmiyyəti qeyd edilib. Zəngəzur dəhlizinin açılmasının Orta dəhlizin inkişafına təkan verəcəyi vurğulanıb. 2022-ci ildə Xocalıda o əmri kim verib? Balasanyan ad çəkdi. Qarabağ ermənilərinin şənbə günü İrəvanda Azadlıq meydanında keçirdiyi aksiya zamanı keçmiş qondarma rejimin Təhlükəsizlik Şurasının katibi olmuş Vitali Balasanyan təzyiqə məruz qalıb. Bu barədə Hırapara qəzeti məlumat yayıb. Qəzet yazır ki, 2022-ci ildə Xocalıda Fərrux yüksəkliyinin azad edilməsinə görə də Balasanyan ittiham edilib. Həmin il martın 26-sında qeyri-qanuni erməni silahlı birləşmələri yüksəklik istiqamətində təxribat törətməyə cəhd göstərmiş, lakin Azərbaycan ordusunun gördüyü tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilmişdilər. Qarabağ erməniləri separatçılara geri çəkilmə əmrini Balasanyanın verdiyini deyirlər. Lakin o, həmin vaxt Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra etmədiyini və belə bir əmr vermək səlahiyyətinin olmadığını söyləyib. Balasanyan o dövrdə Kamo Vardanyanın müdafiə ordusunun komandanı olduğunu və əmri də onun verdiyini deyib. Bu, ancaq Ermənistanın xülyalarında mövcud olub. Prezident İlham Əliyev Almaniyalı həmkarını Azərbaycan-Ermənistan sülh prosesi barədə ətraflı məlumatlandırıb. Dövlət başçısı bu barədə jurnalistlərin suallarına cavabında bildirib. Bugün söhbət əsnasında mən cənab prezidenti Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı kifayət qədər məlumatlandırdım. Bildirdim ki, 2-ci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan və şəxsən mən sülh danışıqlarının başlamasının təşəbbüskarı olmuşam. O vaxt nə Ermənistan, nə də ki, o vaxt hələ fəaliyyət göstərən ATƏT-in Minsk qrupu belə bir təklifi irəli sürməmişdi. Bu təklifi Azərbaycan tərəfi vermişdir. Bu özlüyündə onu göstərir ki, biz sülh müqaviləsinin bağlanmasında nə qədər maraqlıyıq, deyə Azərbaycan prezidenti vurğulayıb və bildirib ki, 2024-cü ilin yanvarına qədər Ermənistanın təkidlə sülh müqaviləsinə salmaq istədiyi dırnaqarası Dağlıq Qarabağ Respublikası yoxdur. Bu, ancaq Ermənistanın xülyalarında mövcud olub. Azərbaycanın Qarabağ bölgəsi mövcuddur. Ermənistanla Azərbaycan arasında sülh sazişi, İrandan rəsmi mövqe. Sazişin yekunlaşması çox yaxşı xəbərdir. Fikrimizcə, bu sənəd nə qədər tez imzalansa, hər iki ölkə üçün, eləcə də bütün region üçün bir o qədər yaxşı olar. Biz regionda çoxlu qan, nifrət və müharibə gördük. Buna son qoymağın vaxtıdır. Bunu İranın Xarici İşlər Nazirinin müavini Məcid Taxt Rəvançı deyib. İran isə hər iki ölkənin dostu kimi Ermənistan və Azərbaycana əlini uzatmağa hazırdır. Və biz Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşmasına töhfə vermək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Pezeşkiyana Azərbaycanca yazılan məktub. İran qarışdı. Şərqi Azərbaycan əyalətinin varisi Bəhram Sərməstin İran prezidenti Məsud Pezeşkiyana Azərbaycan dilində məktub yazması barədə xəbər panfarsistlərin etirazına səbəb olub.
Bu barədə sosial medianın İran segmentində müzakirələr açılıb. Millətçi farslar bunu ölkə qanunlarının pozulması və rəsmi dövlət dilinə qarşı saymazlıq kimi dəyərləndiriblər. Bəhram Sərməst özü bu barədə açıqlama verməsə də, ona yaxın şəxslər və sosial media kanalları belə bir məktubun yazılmadığını bildiriblər. Qeyd edək ki, İran Konstitusiyasının 15-ci maddəsinə əsasən rəsmi danışıq və yazışmaların fars dilində aparılması vacib olsa da, qeyri-rəsmi danışıq və yazışmaların qeyri-fars dillərində olması qadağan edilməyib.